günlərim çoxlarının səbirsizliklə gözlədiyi alüminium profillərin üzərindəki kraskanın qalınlığından test eləyəcəyik. Burada demək 5 ədəd Türkiyə istehsalı məşhur profillərin istehsal edən şirkətlərin profilləri var burada. 2 ədəd də burada, 2 ədəd də burada Azərbaycan istehsalı edən profillər var. Sadəcə bütün bantların, qoruyucu bantların, bax biz Astal öz brendimizdir deyə bunu mən göstərirəm və biz özümüz də yoxlamamışıq ki, hansının qalınlığı nə qədərdir. Sizlə bərabər bunun şahidi olacaq ki, kraskaların qalınlığı nə qədərdir. Sadəcə öz brendimizin bandını soymamışam ki, bu özümüzük. Amma digər şirkətlərin bandların üz qabıqlarını soymuşam, arxa tərəflərini saxlamışam ki, anti-reklam getməsin və digər şirkətlər də narazılıqlarını bildirməsinlər. Çünki onların nümayəndələri burada olsaydılar, razılıq versəydilər, əlbəttə mən onu soymazdım. Amma kimlər istəsə, üzərində rəqəmləmişik, gəlib ayrıca baxa bilərlər. Demək, bizim bu avadanlıq tam kalibrovka olunmuş avadanlıqdır. Tam peşəkar bir avadanlıqdır. Biz demək, burada başlayırıq Azərbaycan istehsalı olan profildən. Göstərim sizə. 69. Üstündə yazırıq ki, bunun sıxlığı, demək, kraskanın qalınlığı 69-dur. Azərbaycan bir istehsalı olanda. İkinci Azərbaycan istehsalı olan profilin qalınlığı, profil üzərindəki olan kraskanın qalınlığına baxırıq. 68. İki yerdən yoxlayaq da hər ehtimala qarşı. 87. 75. Deyək, 87 ilə 75-in arası 70 qeyd eləyək buna. 70. Gəldik Türkiyə istehsalı. Üzərində bir yazdığımız Türkiyə istehsalıdır bu. Demək, dediyimiz kimi eyni, demək olar Türkiyə istehsalının hamısı burada 13 manat 50 qəpikdir. Eyni bizim profil daxil olmaqla kiloqramı. Bir dənə profillərdən biri mən qeyd eləməyəcəm, daha bahadır. O da 16 manat, 15 manat 50 qəpik, 17 manat civarında dəyişən qiymətlərdir. Onun da qalınlıqlarını göstərəcəm burada. Demək, burada Türkiyə istehsalı olan 83 oldu. Burada 100 oldu. Ortadan da bir dənə göstəririk, 98. Demək, götürək 98. Aha. Bunu Türkiyə istehsalı olan oldu 98. Aha. Biz burada Türkiyə 1 götürmüşdüm. İkinci Türkiyə istehsalı olan profilin qalınlığını göstərir. 87, 68, üçüncü göstərirəm, 72. Deyək 75 götürək bunu da. Çünki kraska vurulanda istər-istəməz bəzi yerlərdən tam standart vurulmurdu ona görə. Üçüncü Türkiyə istehsalını yoxlayırıq. 80, 83, 74. Deyək lap 83-dür. Bu da Türkiyə istehsalı olan profildir. Bunu yoxlayırıq. 103, 84, 82. Yazaq bunu da 85. Nəhayət gəlirik Astal profilinin üzərinə. Görək Astal profilində dediyimiz kimi profilin üzərinə vurulan, toz boya ilə vurulan kraskanın qalınlığı nə qədərdir? 105, 119, 127. Fikir verdiniz, ən qalın, deyək 127. Lap 125 götürək. Ən qalın kraska vurulan boya, demək, Astal brendinin üstündədir. Bunun parlaq rəngində olan da var. Bax, bizdə parlaq rəngində olan da var. Deyək, parlaq rəngini də göstərək, bu mat idi. Parlaq rəngin üstündəki də 97, 105, 103, fikir verirsiniz, 100-dən yuxarıdır, 110-dan yuxarıdır. Yəni, bizim dediyimiz kimi, yerində də biz test elədik, gördük ki, profillərin üzərində kraskanın hansı, nə səbəbdən biz öz profillərimizi tərifləyirik və buna səbəb, bilirsiniz nədir? Buna səbəb Astal Alüminiumun Türkiyədə yerləşən zavodunda, bax, burada demək, belə bir toz boya xətti var bunun.
fikir verin, bax. Demək, şaquli istiqamətdə profillər girir bu avadanlığın içinə, RAL kodundan təyin olunmuş profilin eyni kraskada kraskalanır və quruyur çıxır. Ən son müasir texnologiya ilə kraskalandığı üçün və tam standartlara da cavab verir. Və biz növbəti dəfə bu testi profillərin qalınlıqların, profillərin sərtliklərini test edəcəyik ki, biz hər zaman deyirik ki, astal alüminium profilləri ən sərt profillərdəndir ki, sabahların buna aksesuarları bağladığımız zaman, bunların şuruplar möhkəm bağlandığı zaman sarvat olunur və alüminium çox sərtdir. Onu da sağlıq olsun laboratoriyada test edib, onu da sizinlə paylaşacağıq ki, insanlar bilsinlər ki, kraskaları və sərtliklərin sizlə çalışırıq ki, çəkək paylaşaq ki, siz də əmin olasınız ki, bu günlərin bazarda olan alüminium profillərin hansı daha keyfiyyətlidir və uzun ömürlüdür. Burada isə bizim, demək, bu profillərdən HB-nin profilidir, burada cəbhənin profilləridir, bunlar artıq izosistemlərdir, bu ofsara kəsməsidir, bizim burada cəbhə nümunəmiz var, bütün burada showroomda, burada demək biz toz boyalara 25 il qarantiya verir, dəniz kənarında olmur, lap belə günəşin qabağında olsun, küləyin qabağında olsun, ya bilim, Xəzər dənizinin ən yoxlu yerində olsun, fərq eləməz. 25 il rəsmi olaraq toz boyalara rəsmi qarantiya verilir, eloksal boyalara isə 50 il zəmanət verilir. Təşəkkür edirik diqqətinizə görə, gələcəkdə sağlıq olsun, yaxın günlərdə biz dediyimiz kimi alüminiumların sərtliyi ilə bağlı da laboratoriyadan bir çəkiliş təqdim edəcəyik sizə.